Gedib deyib ki, qulaq as bir nəfərə. Bir dənə cəhənnəm olub getsəydi Almaniya, bizim də ruzumuz olardı. Boyvu yerə soxub sən qız boyvu. Görsən ki. Allah haqqı. Adımı değişdim ay bacı. Hə. Yox az deyəmərəm. Dinlə ada keçmişəm. Yo, onu olmaz. Bundan sonra cadu eləyənlər havaya eləyərsiz. Ha. Demə, az yoxa demək olmaz. Heç gün elə demirəm. Heç gün, heç ərimə demirəm. Vəziyyətlə blaguza. Sizə qurban olaram. Necə darıxmışam sizin üçün? Lazımdır bizə adın. Yaxşı da qurban olum. Niyə değiştirdin? Az nüş değiştirmeyeyim. Nüş değişmeyeyim deyirmiyim ay bacı. Hələ yazanlar. Bu hələ buradadır. Qulağımın içi qaşındı ya. Burada biri nəsə yazıb. Rüstəmova yazıb ki, Qazi anasıyam. Qan donori lazımdır. 1+. Qızlar, Rüstəmova qan donori axtarır. 1+. Kim qan vermək istəyir? Xanıma kömək olsun. Harda değişmişsən, onu dedi. Pox yiyərəm mən. Ata batamla. Neyim o lazım az? Gedəsiz hocaya deyərsiz. Ay hoca. Bu arzunun adı nədir? Dəqiq olsun. Hay? Gedindi köpək oğlun iyilənmişi. Gedindi görüm cadı elə görüm məni necə eləyirsən. Az neynəmişlər mənə az. Bu neydi az? Bu neydi ay bacı? TikTok sen de öldürmüşsən. Mən nə dedim ki? Uyarı verdin mənə. Bu nüş mənə uyarı verdi. Ay bala çay diye bu ay TikTok. Deyir ki içki içmişsən. İçki döyürü çaydı bu çay. Azərbaycan mentalitet TikTok. Babamın yoru haqqı çaydı. Napolyonla yiyirəm ay TikTok. Sen buna niye içki götürürsən ay TikTok? Ay Allah. TikTok Allah haqqı çaydı. Rəhmətli nənəm deyərdi. Ateş. Ondan dör çaydı. Valla bax TikTok. Napolyoni. Çay çay. This is my mentality. Yes. Mən indi bu canlını bağlasam gedəcəyəm, gəlməyəcəyəm. Qobidən şey eləyim, TikToka deyim ki, valla çaydı. Gedib mənim arxiv arangurtan oxşayan meymun şəkillərimi götürür. Kommentlərin altında. O abişniklarım var ki, məndən hürrə, onların altında. Arğı vaxtlarım, trans kişilərə oxşadığım vaxtlarımın şəkillərini kommentlərin altında atırlar. Velizar yoxdur deyə canlı açmışsan. Yazıq canım. 3 həftədir mən yayın açmıram. 3 həftədir. Onda da yox idi də mən açmırdım. Nüş haqqıma giriyorsunuz. Nüşün. Atansın. Dedim bu cinolar. Uşaqlarını atıb. Hə. Az mənim döyür idi, qonşunun idi. Getirib saxlamışdım. Hara atıb? Darıxmışdıq. Allah haqqı mən də sizin üçün darıxmışdım. Qurana and olsun. O qədər darıxmışdım. Amma qızlar bax. Bu nimət haqqı. Mənə bir söz neynəmişdilər hələ bil. Hələ bil əl qolumu bağlamışdılar.
Bütün sosial şəbəkədən məni uzaqlaşdırmışdılar. Daha o dolmanın reaksiyası idi qalmışdı. O aşların reaksiyası idi qalmışdı. Bilmirəm, o turşuların reaksiyası idi bədənimdə qalmışdı. Daha nə eləmişdilər bilmirəm. Gördüm çarə yoxdur ay bacı. Getdim adımı dəyişdirdim. İnanmırsınız mənə? Gördüm çarə yoxdur, getdim adımı dəyişdirdim. Hə, yesəm də uca məni tutmayacaq. İndi uca yedizdirsələr də tutmayacaq ay bacı. Az gülürsünüz. Az inanmırdım ki. Amma daha dedim bu nədir? Ay bu nədir? Ay siz necə olurdum bax qızlar. Yaxçıydım, hə, əliydim bomba kimi. Çıxırdım bayrağa, yaxçıyam. Gedirəm, otururam qızlarla, çörək yeyirəm. Evə gəlirəm, siz necə oluram? Buram düyünlənir. Belə hələ belə nəfəs alamıram. Düşürəm belə şeyə, depressiyona. Girirəm pastelə, pasteldən dura bilmirəm. Əlim, ayaqlarım tutulurdu. Sümüyüm ağrıyırdı. Bu nə idi bilmirəm. Az gülürsünüz, ciddi deyirəm. Nədən ola bilər öyle? Məndə həyatı boyu belə bir şey olmayıb. Uç evə. Az necə uçum evə? İşim gedir, axara uçuram. Yo, nədən ola bilər bu? Az nə zob? 25 ildə Almaniyadan bu zob reaksiya vermədi, hindi verdi. Gedib bir nəfərə deyib ki, Arzu deyir, cəhənnəm olub Almaniyaya getsəydi, bizim deyir ruzumuz olardı TikTokda. Arzu ben PK oynayır ki, sən ruzun olmasın. Hələ bil mən bunlara rəqibəm. Mən PK oynayıram bunlarla. Bir yayıncı gəlib mənə xəbər eləyib. Bax, Qurana and olsun. Deyir, Arzu getsəydi bizim də deyir ruzumuz olardı. Çırır özün kofta hardan dedi ya. Bu, baby bu hardan idi? O kız almıştık aynı gel şey. Adı nədir onun? Kahveydi neydi bir adı? 13 manata deyir. 13 manata hə? 17 manata. 17 manata qızlar. Şeydə Bakumolda ikinci Bakumol idi hə? Bakumol idi. Ha Bakumol. Bakumol kruq var ya orada Bakumol. Bakumolda ikinci mərtəbə aşağısı Madodur. Yuxarısında şey var. Kahildi nədir qızın adı, mağazin adı? Kalil, nədir? Səhv deyirəm adını. Nədir adı? Bir tane adı var yadımda değil. Kutil, nəsə belə bir şey. Oradan. Qarası var idi, korичневisi var idi, ağ idi. Hə, 3 rəngi. Məndə 3 rəngi var. Korичневый, ağ, qara. Kalil, hə, kutildi, nədir o? Hə, oradan. Sən biz caduya inanmırdım. Allaha hələ də inanmıram. Amma nə bilim, hərəsi bir şey danışır. Nə bilim, ay bacı. Qaşlarım necədir qızlar? Qaşlarım necədir? Böyle kısıtlama geldi yayına. Evine git. Ay balam, gedə bilmirəm də evimə gedib. Sən də öldürmüşsən, evine git. Virus var elə. Necə virusdur ki? Hə. Yaxşıdır qaşlarım, yatağa. Tanalim o tanalit da həmən o. Qaşımı özüm eləmişim, değişmişəm çəkmə tərzini. Yaxşıdır. Daha gəlmə bura. Nüşün az, ana vətənimdir. Nüş gəlmirəm, qurban olaram vətənimə. Nüş gəlməyim. Effekti cahilsiz. Ay Allah. Gəl az, gəl. Gürü qurmuş. Şimdi neyini əvvəl qaz 31 oxşamışıq. İndi adam biraz hardasa adam vidinə gəlib. Gələ.
Az deyəm bu tərif pürüstürücünü xodunu alım. Ay Allah, ay Allah, gəl. Hə. Bax, 2 dənə də prişkim var idi, burada quruyub. Ay Allah. Hə. Rahatlaşdın. Git aranqurtan o eski bu almış videolarımı atqın bu kommentdə, bu ekran kaydının altına indi kayd eləyəcəklər 100%. Öldün dayı sən. Əskin qurudu. Qoya bilərəm xanım. Xalıma gölər görünür. Rahatlaşdın. Bax, qırışma. Sən də gəl doğ mənə kimi 5 dənə. Bir səni də görək, xanım. Bir doğ mənə kimi bir 5 dənə. Qoya bilərəm, rahatlaşdınız. Oldu mərmər. Səni Bakı dəyişdi. Qızlar, bu kommentlərdə Bakı arzunu dəyişdi. Bakı arzunu dəyişdi. Ay bala, Arzu Almaniyada yarı lüt gezirdi. Arzu Almaniyada da full makyaj gezirdi. Hara mı dəyişdi? Soruşmaq eyib deyirsə. Lilə qardaşın olsun. Hay? Arzu yox, Ulduzə. Xanım, Ulduzə yox, İlduzə. Arzu yox, İlduzə. Akestə, az. Bax. İfşamı tapdı. Arzu yox, İlduzə. Di babamın yoru haqqı. Di rəhmətli anon haqqı. Bilmirdilər axı, adım İlduzədir. Arzu yox, Ulduzə. Az aftafa, Ulduzə yox, İlduzə. O cür adım var. İlin ulduzu. İlin ulduzu. Şirin David. Doğrudan az elə deyirlər. Deyirlər Şirin David oxşayırsa. Hələ kommentlərdə bir-iki ünlülərin adını yazanda. Az yaxşı, besti görək. Bir də gördüm ki, aranqurtana oxşamış bir dənə şəkilmi. Belə şəkilmi atıblar altına. Obursa belə. Dəqiq olsun. Diyanın ikincini atım. Az deyirəm doğrudan az. Arıq vaxtı doğrudan az. O nə də az. Əməli başda Michael olmuşam mən. Haqqına deyiblər Michael. Arıqla. Pox yiyərəm mən. Hara arıqlayıram. Az ucuz kökəlmişəm. Yo, arıqlamaq getdi dayı. Mənə köklü yaraşır. Hamı deyir ki, köklü yaraşır. Sən nə şeylə baxırsan? Bundan artıq kökəlməm. Yo, biraz da kökəlim. Yo. Hə, qızlar, biraz da kökəlim. Yox. Bir arada kökəlmişim, 4 kilo arıqlamışam. Az bunlar mənim bilsiz hansı yayımlarım üçün darıxır. Evdə Dali ilə, uşaqlarla az qalıb qızlar. İnşallah bu yaxında. Az çox kökəlmişim. Yox. Arzu sizə qurban olsun. Səbi, necəsən həyatım? Hay. Çox kökəlmişəm, hə. İndi açmayayım da. Dəhşət kökəlmişəm. Vallahi dəhşət kökəlmişəm. Sabi. Darıxmısan uşaq. Neyniyim ay qızlar? Öpürəm ürəyim. Neyniyim? İşim gedir axı burada. İşim getməyə də sürəcək, gedə bilmərəm. İnşallah ayın axırına qədər paylaşım eləyəcəm o haqda sizə. Sadəcə mən yox, Deniz də paylaşım eləyəcək. Neçə kilosun? Sizə neçə kiloyam? Hə, abart. 80. Sabi, öpürəm ürəyim. Qızlar 65 nədir gic-gic danışırsınız?
61. Ha? Ha? Səvi çox sağ ol. Az neyniyim? Sən soruşdun. Gülün nə qədər ki gəlin. Yo, arıqlamış. Hindi arıqlamışam da. Hindi özünü otla, ot çayvan oyla arıqladır 4 gündür. Mənə görə 6 kilo kökəlmişdi. Deyir Arzu, cəhənnəm ol ged Almaniya. Deyir əməliyyat eləmişəm ki, deyir arıqlayım. Sən deyir mənə kökəltdin. Günel məndən 6 kilo kökəldi. Az mən yeyirəm. Ay qızlar, siz nə olur? Bax otururam. Bax o gün oturmuşam. Maşallah, indi elə bir o qədər yemirsən. İndi dayandırmışam da. Çox bir ara çox kökəlmişdim. Hamısı deyirdi ki, bu üzünə prosedurlar var. Allah haqqı özümdən. Qızlar otururam, girirəm kinolara, demirəm canlı zad açamıram. Bütün əlim ayağım çoxum. Girirəm yerimə, səhər saat 4. Vururam şeyə. Adı nədir? Voltlu, boltlu nədir ondan. Vururam ona. Şofirlər saat 4-də mənə yemək getirir. Günel gəl. Günel mənə qalır axı. Otururam, yeyirəm. Eşşək kimi yeyirəm, qabağıma ala bilmirəm. Neyniyim? Boşanırsa, ay xanım, nə boşanmaq, yox. Az yeyirəm də, neyniyim? Qabağı hələ bir ki, mədəm genişlənib. Mədəm genişlənib. Mədəm yekəlib. Belizar çıxıb. Hə, bilirəm, Allah onda kömək olsun. Belə çox belə abartı görünür, köklüyüm. Nə otudur? Günel, o nə otudur? O çayın adı nədir? Az o arıqlamaq otu deyil. O şey eləyir də. Yediyi aparır hamama. Nə yeyirsən aparır hamama. Onu marketdən alırsan. Hə də açılır. Marketdansa yapdıqdan. Yox, market şeylərdə, ot satılan yerlərdə. Marketlərdə də olur bəziləri. Demək bu nə yeyir? Yedikdən sonra o çayı içir. Ki piyə oturmasın. O ilə indi 4 günə... Onu məsləhət görmə, o tez-tez olmaz. Hə, amma çaydır. Bitki çayıdır. Marketlərdə də var, hə. Yoxsa sənin kimi olarlar. Demək nə oldu? Mən öyrəncəli deyirəm axı. Bu mənə dedi ki, baby çaya hazır. Girdi aldı. Bayramdan qabaq idi də. Bayram. Dedi ki, bayrama qəşəng arıqlayaq, qulaq as. Hə, dedi ki, baby bəs özümə o çayı hazırlayıram, o arıqlama çayı da. Arıqlama çayı da öyle hamama aparır da, sizi yediyinizi qulaq as. Şişi zadı, köpü zadı götürür. Gəl sən də verim o çaydan. Biz adı nədir? 8 marta qəşəng qarnın ploski olsun. Qulaq as. Mən də dedim, hə, yaxşı. Neyse götürdü, dəmlədi bu çayı. Götürdü, verdi mənə. Mən də götürdüm çayı. Qort, yaşıl çay kimi bir şey. İçdim. Getdim, girdim yerimə, köpdüm. O köpmüşə. Səhər açılan ağzı yoxdur. Az qaldı. 3 gün. Anam ağladı. Az evdən barışam. Bunu indi saplayıram. Bu belə abi, necə ola bilər? Məndə elə deyirəm, məndə bir dəfə olursa, deyirəm, yox. Mənim deyəsən, illərin yeməkdir. Deyirəm, məndə deyəsən, illərin yeməkdir. Az ağzım sulandı. Az nə qədər. Qızlar, 3 gün mən düzəməli bayra, az gözüm sulandı. 3 gün mən bayra çıxa bilmədim. Aha, deyirəm, Günel, bu nədir? Deyir, ay baby, səndə niyə belə reaksiya verib? Deyirəm, az bilmirəm, nöş belədir. Bunu saplayıram, söyürəm. Uca gördüm ki, özümə gəl, özə bütün əsəb sistemlərim pozulur.
Bütün iç orqanlarım oynayır. Birisi qart. Sancı verir, ağlayır. Sancı verir. Bu deyir, ay bala, səndə niyə belədir? Deyirəm, sən yediyimi sən yeməmisən axı. Az mən nə bilim bu mənə belə təsir eləyəcək. O bir dəfə içdim, pox yedim atabatamdan. Yox az, yo. O neydi? 3 gün mən əziyyət çəkdim. Amma bu aydın içirsə onu. İçirəm də həftədə içirəm. Hə, həftədə bir dəfə içir. Bunun üçün bağırsağım... Bunun üçün bağırsağım... Heç ciyərdən çoxdan da belə gülmürdüm. Allah göz değməsin. Hə, vallahi az belə gülməyimi heç unutmuşam. Ay Allah, sənə qurban olum ya Rəbbim, bunu bizə çox görmə. Allah haqqı, belə gülməyi ürəkdən unutmuşdum. Gözüm sulandı. Hə, marketdən alırsan o çayı. Az nə qədər güldüm. Siz nə edir? Bağırsaqları eləyir. Motorunu açır. Bir də bir də bağırsağın necə təkərdə şiş olaraq havasını alır. Hə, az o neydi az? Adı nədir? Az yaxşı az deyərəm. 5-4-1600 nəfərsiz. Sonra gedib o çay içərsin. Bir də gördüm. Onsa qarqışdan alıram. Amma ardını qarqışdı. O 4600'ün 1000 nəfəri hamamda qalıb məni söyləyəcək. Mənə lazım deyir ay bacı. Vallahi mənə lazımdır. Az nə qədər güldüm az. Allah xeyir elə sənə qurbanım. Qırmızı gedim tapım gəlirəm gözdə. Nə balaca şey tapmışsın. Az nə qədər güldüm az. Bu nədir? Allah sən qurbanım, sən xeyir elə ya Rəbbim. Ay az ciyərlərim ağrıdı. Acılı uçdum. Az bilmirəm, valla bilmirəm. Belə qoydu səviyyəsiz. Az yaxşı səviyyəli olub nə pox yemisən. Eşref sağ ol. Ne oldu? Dondum. Ay Allah nə qədər güldüm az. Allah sən xeyir elə. Ciyərlərim ağrıdı gecə Allah haqqı. Ayda o gün getirsin, gəlbəsin. Qızlar mənə çox pis təsir elədi. Vallahi nə yalan deyim. Yəni mən çox ağrıdım. Səydi ki bu. Az yaxşı. Nə qədər güldüm az. Allah xeyir eləsin qurban. Hə, bax belə. Oruç tursan. Süpersən. Can, mələyi çox sağ ol ürəyim. Adı nədir? Adın deməsən bacı. Sonra qarnı ağrıyor düşərlər, arzuya deyərlər. Xəbər şu, necəsən? Saç çay nə çaydı? Var burada o çaydan? Yox. İndi yanında var? Yox. Adını de də. Aclıq otu. Hə, deyə yazmışlar bir adını. Aclıq otu. Siz hər şey bilirsiniz ha. Hə, hardan bildiniz? İçmisiniz? Necə reaksiya verib? Asma. Hə, içmişik. Doğrudan. Super. Yaxşı. Bəs mənə niyə elə təsir oldu? Sənin kimi. Nədir? Biri yazıb mən də içmişəm, mənə pis təsir eləyib sən kimi. Hə, o bağırsağı öyrəşənlər üçün yaxşıdır. İran mağazində olur. Hə, mən bilmirəm. Mən tanımıram onu. Ot olan hər yerdə olur. O qədər. Hə. Yaxşı, şimdi bir dənə söz deyim. O çay normal çaydı da, hə? Çox içmək olmadı. Normal Amma çaydı da, belə çay. Yox, belə çay kimi içmək olmaz. Hə, indi bağırsağa görə içirsən onu. Hə, bağırsaq çayıdır. Ay Allah. Az nə qədər güldüm. Hə, o yəqin qəbzi zad olanlar üçün də. Az danışdığımız temaya baxın. Boyunuzu yerə soxum, sizin də mənim də. Siz də mənə ağılda. Deyirəm, hər insanın öz izləyicisi var da. Sənə qurban olum.
Hansı firmadır? Gucci. Az çayın firması olur. Mən nə bilim. Çay satıram mən. Bağırsaq çayıdır. Adı nədir? Az marketlərdə olur. Sənadır. Səna nədir Yox. ay bacı? Onu da bilirsən. Sənada, hə. Bu yox, aclıq otudur. Aclıq otu Sənadan da şeydir. güclüdür. Sənə də bağırsaq çayıdır. Hə, görsən. Onların hamısını deyim, mən deyim. Nə? Bütün Bakı bildiğin bağırsağı safran. Mənim qazos film yenə başlayır. Ay Allah, sən qurmam, nə olur məni mən sən saxla. Ay Allah, nə qədər başı açmayacağım mən bu canlını. Çox gülürəm, sonra pis oluram. Quranak, Allah sizi xoşbəxt eləsin. And ola o Allaha. Bax, məni sevən, sevməyən. Bax, bu bərəkət haqqı səmimi qəlbdənir. Allah sizi xoşbəxt eləsin. Neyniyim deməyəsiz. Həmə sevib seviləsiz. Bax, sevməyənə də deyirəm. Quran haqqı o qədər keyfimi açdınız ki, çoxdan da belə ürəkdən gülmürdüm. Vallahi bu gülməyimin motoru açılmırdı. Axırı ki açdınız. O gün kayıtlarıma baxıram. Görürəm necə ürəklə güldüyüm videolar var da Almaniyadan. O şeyi mən burada görmürdüm. Bax, indi yenə ürəkdən güldüm. Keyfimi açdınız Allah haqqı. Xoşbəxt olunuz Quran haqqı. Keyfim yox idi da. Buradayam, uşaqlar oradadır. Bu işlə bağlı. Ona görə biraz şey, bu havada deyil idim. O gülməyimi unutmuşdum. Quran haqqı. O ürəkdən Almaniyada güldüyüm kimi, burada bax ilk dəfə belə gülürəm. O gün keçən dəfə 2 həftə bundan qabaq Deniz burada olanda elə gülürdüm də. Bu son 2 həftədir görsə yayın zat da açmıram da. İndi bax yenə ilk dəfədir ki belə ürəkdən güldüm. Uşaqlarla hər gün danışıram. Mama. Ben yaralarımı ben de bilirdim. Yox, iş qutarmayıb. İnşallah bu ayın axırına qədər bəlli olacaq. Sən üç darıxmıram. Təbii ki darıxıram. Amin qızlar, amin. O haqda inşallah ayın axırına qədər ola bilər bu həftədən sonra. Xərçəm bülçər günü. Deyən canlıdadır. Yox, ayrılmaqla, yox, nə ayrılmaq, yox. Nə qədər güldüm az, ürəkdən güldüm. Allah sizi güldürsün Quran haqqı. Konkret ürəkdən güldüm də, ciyərlərim açıldı. Aycan. Ayda. Hə, canlıdadır, yana görə. Cəng gəldim, amma yıxdı ona görə. Hə, yoxdur. Hə, qızlar, bax belə. Nəsə danışım. Hə, inşallah qayıtdıqdan sonra gedib Denyasın vizasını düzəldəcəyəm. Sonra Denizlə mən, bir də Denyas, bir də Dalia gələcək. 3 ay Denyas müalicə alacaq. Kişinin adı nədir? Vüsal Əzimovda. Müalicələrə başlamışıq. Uca 1 aydır. Dərmanlar içir. Ondan sonra uca adı nədir? Siz deyin.
şeylər ki, Esmira Qasanovdur familiyası. Onun yanında 3 ay Denyaz hər gün müalicəyə gedəcək. Hə, 3 ay müalicəyə gedəcək. Hə, ona görə. Vüsal Əzimov, Esmira Qasanov, Aysel. Hə, Vüsal bəy müalicələrini başlayıb və çox qəşəng effekt görür. Qızlar, əgər sizin də uşaqlarınızda, bax buradan açıq deyirəm, əgər evladlarınızda danışmamaq və əsəb, stres, yəni əsəb uşaqlar, necə deyim, əsəb olan uşaqlar, adına çox reaksiya verməyən, hər şeyə əsəbləşən, yaxşı yuxu rejimini normalda olmayan uşaqlara mən adı nədir, Vüsal Azimovu məsləhət görürəm. Allah haqqı bir aydır oğlum o dərmanları içir və çox qəşəng effekt gördüm. Çox. Denyasın əsəbləri sakitləşib, adına reaksiyaları daha qəşəngdir. Başını hər yerə vururdu. Əvvəl əsəbləşirdi, başını vururdu, danışa bilmirdi axı. Onları tamamilə yığışdırıb, tabletə baxmır. Əvvəl tabletə baxırdı, tabletsiz qala bilmirdi. Yəni çox qəşəng reaksiya verir də. Və ona görə mən o doktordan razıyam, Vüsal beydən. Vüsal Əzimovdan. Nervopatologdur, səhv eləmirəmsə. Yox, şükür, yəni əladır, superdir. Arzu başım nə gün dedi? Az nəşə elə deyirsən? Açın bax, yaxşıdır. Qızlar, saç rəngim, yaxşı, indi sizə bir dənə sual verim deyəm, mən öz qızlarıma verim o sualı. Sizcə, saç rəngim necədir? Düz deyin, bax, məni hər rəngdə görmüsünüz də, məni sarıda da görmüsünüz yayda. Amma bu qədər ağ olmamışam. Bu qədər ağ olmamışam da. Özdə bu saçlar korичневый olub ha. Hə? Bu saçlar korичневый olub. Yəni korичневый saçları belə açmaq hər qızın başı üçündür. Halaldır o xanıma, Quran haqqı. Mən o qızın haqqını ödəyəmərəm də. Saçları şeydən aldım, ilahədən. Təbii uşaq saçı aldım. Hə, getdim çömlü saçı. Deyə xanım belə ağartdı bax. Saçım yandırmır. Saçımı kim görür, bayılır. Mən də beynimə salır. Deyə Günələ də deyirəm indi elə. Qəti değişmir. Doğrudan hamı deyir, Allah haqqı. Qırmızı əli mənim saçlarımı yandırdı da. Deyə, bu yanıq saçlar nədən oldu? Qırmızıdan. Qırmızı yandırdı, tökdü də bütün saçlarımı. Pox günə qoydu. Yəni, mən xanımdan razıyam, Allah haqqı. Yəni, hər ustanın başı üçün deyir ki, baba, belə idi saç. Bir də Günəl, bura gəl, qurban sənə. Bax, Allah haqqı, belə idi də saçımı görmüşdünüz. Bax, belə, korичневый idi. Bir var ağ saç alım, taxım. Bir də var ki, açıb. Bax, belə saçlarımı götürdü, belə elədi. Yəni, bunu hər usta bacarmır. Aranjıvı eləyir, rıjı eləyir. Amma belə platin, soğuq ton. Yəni, hər ustanın başı üçün deyir. Arzu, kim uzadıb? Neyi ürəyim? Yox, bir şey Günel deyir. Salon, şeydə də Fatimənin salonudur. Rəqqasə Fatimə var. Orada xanım var, o eləyir. 2 də xanım var. Biri qaynaqdır, o yox. Kolorist xanım. Bu rəngdə qal değişmə. Doğrudan sənə qurban olaram. Səni yiyərəm az. Elinay kimdir? Elinay mənim rəhmətə gedən qızımdır. Allah heç bir anaya bala acısı göstərməsin. Yox, qaynağımı söktürdüm, saçımı değiştirdim. Saçımı ilahədə yığmışam.
Belə açıq ton saçlar da ala bilərsiniz. Prosta mən uşaq saçı istədiyim üçün ona görə korичневый saçları alıb rəngini açdırdım. Mən açıq ton saç hazır istəmədim də. İstədim təbii saçlar olsun, özüm açım. İlahə bilsiz hardadır? Nərimanov da 45 nömrəli məktəb var. 45 nömrəli məktəb. O ilə üzbəüz Şəbnəmin salonu. Bax, oradan ala bilərsiniz saçları. Oğlumun müalicəsi super, super. Maşallah, super. Çox qəşəng. Nə yazıb? Burun əməliyyatımı, baxın, yəni mən burnumdan çox razıyam. Burnumu Tural eləyib. Tural, amma familiyasını bilmirəm. Və bunun yazına bax. Atdılar. Tural, kül sənin başıva. Boyvi yerə soxum səni. Kişilər içində yox olasa nə düdük. Ay şal varsa tursigi ilə biqiriyyət. Kül sənin oğul başıva. Nə yazıb? Elinaydan bir şey yazıb. Biqiriyyət köpüğü oğlu. Mod, bunu görmürsən sən? Utanmaz biqiriyyət. Gör nə gündədir ki, uşağı, ölmüş uşağa dediyi sözü bax. Adamın qanı dolur. Yəni belə adam olanı, yəni mən sizə bir dənə söz deyim. Elə adama mən Azərbaycanlı deyə bilmərəm. Əgər bir uşağa, ölmüş uşağa elə bir söz yazırsa, onun qanı erməni qanıdır. Ondan ötərəsi yoxdur. Yoxdur. Milka çox sağ ol, ürəyim. O bursu söhbət, hə, ona Türkan xanım baxır. O Naibəyə o TikTok yeri təhqiri. Hə, ona Türkan xanım baxır. Bugün oturduq, söhbət elədik. İnşallah bu yaxınlarda zaten özünüz görəcəksiniz. O haqda da. Nədir ki? Elinaya təhqiri yazdı. Ayrılıblar yenə. Yox, ürəyim. Nə? Elinay kimdir? Elinay rəhmətə gedən qızımdır, ürəyim. Milka öpürəm, ürəyim. Linzam, Linza Bakudandır, qızlar. Qəşən təbii linzadır, hə? Mən də çox bəyənirəm, bax. Gör nə qədər təbii durur linza. Piercing burnumu eləmişdim, çıxartdım. Yox, açmır məni. Oruç tutursan, yox ürəyim, mən oruç tuta bilirəm. Ay sənin mən Atabatova, ay ES. Külbaş. Mod, bunu atda, modlardan kim var burada? Kipri. Əri bunu atıb. Hə xanım, atıb. Zibil yeşiyindəyim, gəl götür. Arzu, Aycan. Hə, atıb. Kürdəmirdəsən. Milka çox sağ ol. Hə, gözümdə dəyişiklik görürsünüz. Bəlkə ona görədir. Gözümə şey eləmişəm, qızlar, badam göz. Badam göz, düz idi. Hə. Badam göz eləmişəm. Milkam, öpürəm. Badam göz bilsiniz nədir, qızlar? Buradan kanülü salır, bax buradan. Buradan kanülü salır, o adamı yaşlı göstərir də. Qaşın altını doldurur kanülle. Hə, badam göz yox, ceyran göz. Ceyran gözü. Bu dedi, ceyran göz. Ona görə fərqli görünürəm.
Gözün düzəlib. Hə, ceyran göz elədi də. Demək məndə asimetriya var idi bir gözümdə də. Dəhşət asimetriyam var mənim. Hə, mənim buralarım çukur idi, batmış idi. Getdim Milaya. Mila ceyran göz elədi. Bu da deyir ki, badam göz. Kim edib? Mila. Mila. Gözümün üstünə elədi ceyran göz. Biraz çənəmi elədi, çənəmi. Bir də ki, 7 nöqtə elədim. Asməri ona görə üzüm fərqli olub. 7 nöqtə oldu elə elədi. Hamı yazır ki, nə fərqlidir, nə fərqli üzündə deyir. Bugün Mua da mənə yazdı WhatsAppda ki, Arzu üzündə nəsə eləmirsə, nəsə dəyişikliyi var. 7 nöqtə. 7 nöqtə eləyib bunu. 7 nöqtə biraz uşaqlama verir axı. Səndə də var. Gedim bir də eləyim hə onu. Sabah gedim yanına. Gedim sabah bəlkə eləyim bir də. Üstündən 2 həftə keçib. Hə qızlar, 7 nöqtəni nə qədər tez-tez eləmək olar? 7 nöqtə 250 manat. 7 nöqtəniz Mila. Badam gözə mən ödəniş vermədim, yalan deyərəm. Amma 7 nöqtə 250 manat. Badam göz deyil də, göz. Badam göz nə də mənə tərtdirirsən? Ceyran göz. Ceyran göz. Arzu huy, hay. Saçlar efsane. Doğrudan sənə qurban olaram az. Arzu sən fındıq bilirsin. Hə, o gün sizə bir dənə söz deyim. Bax, qadınlar sizə səslənirəm. Əgər mənim üzüm çox düşmüş idi də, özünüz görürsünüz. İndi gəl açıq danışaq da. İndi ekran kayıtlarına baxanda özünüz görürsünüz ki, üzüm pis gündə idi. Buralarım belə batmışdı. Sonra kökəldim Almaniyada olanda. Yadınızda bir dənə girməm Almaniyada olan 2 ay yarım bundan qabaq videolarıma baxım. Üzüm köktü, amma yığışmayıb. Amma bu 7 nöqtə hələ bil mənim üzümə biraz uşaqlıq verib. Fikir verirsiniz? Hə, uşaqlıq verib üzümə. Yəni mənə elə gəlir, siz elə görmürsünüz. Mənə elə deyirlər. Və bugün Mua da mənə yazmış ki, Arzu üzündə nəsə fərqliliyi var. Nəsə eləmişsən? Deyirəm, yox. Bir dənə gözümü deyirəm, ceyran göz eləmişəm. Baby face, eyes so. Hindi danışıram sizlə. Yadıma düşüb ki, mən 7 nöqtə eləmişəm. 10 gün bundan qabaq. 7 nöqtə eləmişəm, superdir. Hə, çox qəşəngdir. 250 manata eləyir 7 nöqtəni. Amma mənim izləyicilərimə endirmə eləyir də Mila. Başa mən Mila kosmetoloqa 1 ildir də yanına gedirəm. Çox bəyənirəm. Çox bəyənirəm. O qadını mən ümumiyyətcə bir kosmetoloq olaraq mən onun üzünə baxıram. O qadının üzündə heç bir abartı yoxdur. Amma indiki kosmetoloqların üzünə baxırıq. Gəlin açıq danışaq da. Hər şey abartır. Mən onun yanında olmuşam, müştəri gəlib yanı. Qız dirəşib ki, mənə elə. Bu deyir, eləmirəm. Qız deyir, yox, dodam, deyir, eləmirəm. Deyir, niyə eləmirsən? Mən istəyirəm, deyir, yox. Sənin deyir, yaşın azı, yaşıva görə çox olacaq. Mən eləmirəm, gedin başqa yerdə eləyin. Hə, bay Mila. Yəni, mən o qızın o şeyini sevirəm. Ehtiyac varsa eləyir, ehtiyac yoxsa deyir, yox. Keçən dəfə getmişəm yana, bax, Allaha and olsun. Gəlmişəm, girmişdim Aygün yanına dermatoloqa, üzümə müalicə eləyirəm də. Oradan da keçdim Milanın yanına. Deyirəm, Mila, deyir, Aycan. Deyirəm, Mila, bəlkə deyirəm, burada çənəmdə nəsə eləyək. Deyir, Arzu, yox. Deyirəm, axı, nəsə dəyişiklik istəyirəm. Deyir, yox, Arzu, heç nə. Bir 10 gün zat bundan qabaq da. Deyir, ay, balım, deyir, üzün yaxşıdır axı. Deyirəm, bəs nə eləyə bilərik? Baxır belə. Deyir, sənin gözündə asimetriya var da. Deyirəm, hə. Gəl, deyir, sənə ceyran göz eləyək. Deyirəm, doğrudan. Deyir, hə, çox qəşəng olar. Paylaşıb səhifəsində baxın, əvvəl mənim ceyran göz olmadan qabaq gözüm necə idi. Bax, səhifəsində videom var Instagramda. Gedin əvvəlinə baxın, sonrasına baxın. 1 milyona yaxın vurur bu onun videosu. Səni Targovada gördüm. Ay, ürəyim, Targovada açan görə bilərsin. Mən bura gələnə Targovada olmamışam. Təskinlik verirsən. Sənin hər şeyin abartıdır, özünə təskintilik verirsən. Ölürük. Babamın yoru haqqa gülü yanır. Yarpaqlar hüp yanır. Vallahi yanır. Az köpək oğlun qızı, nəslində kökündə 5 uşaq pırt eləyib doğmuş ana göstər mənim kimi. Hay? Az yanımda 19 yaşında qız duranda deyir, nə olsun 1 metrə boyum var? Nə olsun? Qadın geri qəşəng olmasın, qadının geri şarm olsun. Hə,
Neynirəm o şvabra boy buxunu ki, bayra çıxanda hələ bir traktor yoldadır. Hı? Ölələ paxıl. Babamın yoru haqq rəhmətli nənəm deyərdi. O qadının üzünə baxanda 1 qram nur yoxdursa apartırlar. Bax. Abijnik, bax. Bilirsiniz niyə? Deyir, insanın qəlbi necədirsə, üzünə vurur. Üzünə vurur. İndi məni sevərsən, sevməzsən, özün bilərsən. Amma əgər insanı tanımaq istəyirsənsə, ürəyini bilmək istəyirsənsə, üzünə bax. Əgər üzündə heç olmasa biraz nur varsa, bil ki, o insandan sənə zərər gəlməz. O mürdəşilər öyle qurtluluqları, bu içindəki qurtluluq var ha, vurur sifətlərinə, it sifətlərinə. Az mən sifətimi it eləyəndə də it olmur, sifətim. Köpək oğlan qızı, kişi qızı kimi danışdı. Mənim sifətimdən indi itə də oxşasam, mürdəşirlik yağmır axı. Mənim üzümə baxanda adam gülmək istəyir. Deyirsən, nurlu üzvə qurban olum qız. Gən düz danışaq. İndi mən sevməyənlərə deyirəm. Qurban olum. İndi burada var da bəzi yayıncılar. Sifətlərinə baxırsan, it yağır. Ay xanım, mürdəşirliyi effekt düzəltmir, xanım. Nə dəxli? İnsan əgər mürdəşirdirsə, nə qədər effekt qoy. İstəyirsən Qüdrətin effektini qoy, istəyirsən Michael'ın effektini qoy, istəyirsən Jennifer Lopez'in effektini qoy. Mürdəşir sifət yenə mürdəşir sifətdir. Bayram nurluya oxşayırsan. Nə olar, bayrama oxşayaq. Niyə ay bacısı? Görsən ki, gör bayram nə qədər gözəldir ki, ona oxşadırsınız. Bayram, səni mənə oxşadılar, ay bayram. Ya da məni sənə oxşadılar, qardaş, bacı. Asən, o da maşallah, da bilmirəm, effektdir, çox dəyişib. Buradan arada özümü oxşadıram, hə. Atırmışam siz ilə, ədağı gecə saat 2 vaxtı qıyvırım, cəhənnəm ol gedib köpdə. Baboşla oyna. Baboşla mənim problemim yoxdur. Valla. Onunla heç bir problemim yoxdur. Yazığın da sizinə çox gedirsiniz. Valla, onun da sizinə çox gedir. Əvvəl mən onu sevmirdim, nə yalan deyirdim. Adam deyir, qınamaz. Başıma daş düşsün, qınayırdım. Amma indi onu görürəm, pis olurum. Valla. Hə, heç kimdə iş yoxdur. Otulub qıraqda. Az girdi konfetin için. Ay, inkazmamızda az demə. Az demə. Dinmə, tartışma. Nə bilim. Komment. Bu 8 Mart'da mayka giymişəm, belə topik. Qarnı açıq. Yubqada oturub çanağımda. Komment. Ay Allah, biabırçılıq 5 uşaq anası. Hələ bil ki, Arzu Almaniyada abırlı giyinirdi. Gəlib Azərbaycan onun paltarını açıb. Nə dəxli? Mən orada da açıq giyinirdim də. İndi qızım hicaba keçib deyə ana paltarını dəyişməlidir ay bacı. İndi mən neyniyim? O hicaba keçib, mən də keçib hicaba. İndi o yolunu seçibsə, mən də keçməliyəm. Yox, məni Azərbaycan koramayıb, eləməyib. Mən Almaniyada da yarı lüt gezirdim də. Bağlı olmuşam, qurban olum. Bəlkə siz mənə bağlı tanımısınız, sonra açılmışam. Həmişə açıq giymişəm də mən. Ölüm ayağınızın altında. Mən sonra bəzilərini burada lağa qoyub, açıq-saçıq deyib, sonra yubqamdan qoyan olmamışam ki. Həmişə açıq görmüsünüz də məni. Yəni, siz məni belə tanımısınız. 8 il sosial şəbəkədəyim, siz məni açıq-saçıq tanıyırsınız. Ayaqlarımın nakolkalarından, qısıdı şortiklarımdan. Hələ bir ki, sonradan Arzu gedib, həcə gedib, sonra gəlib açıb töküb özünü. Hə, indi qızım hicaba girib deyə mən də hicaba girmişəm.
Hə, sənə qurban olum. Sevirsən məni, köpək oğlum qızı. Sevirsən belə sev məni. Sevmirsən eybi yox, canın sağ olsun. Neyniyib buyam. Yox, bu saçdan nəsə məni qafama bozuyum. Sən onları gülvə alma pis yazan. Az almıram. Babamın gövrü haqqı almıram. Vallahi almıram. Bir sənin üçün almıram. Çünki mən şəhərdə elə anaları görürəm, onlara qurban olaram az. Ən başda öz anama, mən necə analar çox istəyir. Allah haqq, necə xətrimi çox istəyirlər. Hansısa dipçəyi qurumuş mənə 2 dənə söz saldı nəvicimə. Hər dədəndə ekran kaydıyla ərsini deyil, ərsini deyil, ərsini deyil.